Qırılmışların da səsi kəsilmir. İnanırsan bezdim bunların əlindən. Mağıl həftənin 5 günü məktəbdədirlər. 6 bazar günü maruz cəhənnəm eləyib bunları atası ilə bir yerdə. Dayan görüm yetimləri sustu, öz başladı TikTok'unu totlamağa. Sən nə qədər deyindin, biz bəsdir də. Əlfuran, mənim əlim qana bulaşmamış, götür yetimləri çıx cəhənnəm ol. Beynim ucu səs götürmür məni. Ay, sənin əlindən mən bu xarabada bir gün rahat otura bilmirəm. 5 gün işləyəm. Bunlar da dəstədirlər. Yaxşı, gedin nabala. Yes! Papa, nə olar PlayStation-a gedək də? Mən də acımışam, Sən də həmişə açsan. Bəs sən nəsən? Siz nə qədər danışırsınız? Wow, nə qəşəngdir bura. Futbol istəyirəm. Mən maşın sürmək istəyirəm. Mən maşın sürmək istəyirəm. Mega Game Center'a xoş gəlmisiniz. Qardaş, mənim başım şişdi. Bunlar nəsə oyun var burada. Təbii ki, istənilən yaşa uyğun oyunlarımız var. Zalda əyləşmək istəyirsiniz yoxsa kabinetdə? Bir dəqiqə burada gözləyin. Bir dənə kabinetlərə baxaq da. Başım şişib mənim. Səhərdən ölürəm. Baxın, belə gözəl bir kabinetimiz var. Burada həm karaoke, həm PlayStation, həm də canlı futbol izləyə bilərsiniz. Qardaşım, uşaqların başın qat. Bir dənə futbola baxın burada. Tamam. Neçə gündür qalmışam işdən. Balacalı, siz nə istəyirdiniz? Mən maraqlı oyun istəyirəm. Mən də yemək istəyirəm. İndi sizə oyun da olacaq, yemək də olacaq. Gəl. Görürəm oyununuz maraqlı gedir. Bu da sizə yemək. Bizim papamız ana. Atabız orada kabinet. Ay qardaş, bu nədir? Yemək vermirsən uşaqlara? İndi nə qədər pul alatsan məndən? Qardaş, narahat olmayın. Bunlar hamısı daxil. Üstəlik 2 saat PlayStation, cəmi 13.90 idi. Bəs mən özüm tək oynamaq istəsəm, yalnız PlayStation. Axşam saat 5-ə qədər 1 manat 50 qəpik, 5-dən sonra saatı 3 manat. Əladır ki, onda qardaşım nakalan ver, mən də getdim oynamağa. Gəlin də. Bir dəqiqə gəlin gözüm, o mənim sözümdür. Gəl də.